Allah, thumma istaqamu tetenezzalu aleyhimul melaike alla takhafu ve la tahzanu. Buyurur ki, o kəslər ki, dedilər, Rəbbimiz Allahdır. Rəbbimiz Allah deyib möhkəm dayanan insanlara mələklər nazil olar. Mələklər nazil olar və deyər ki, qorxmayın və kədərlənməyin, qəmlənməyin. Nə gözəl müjdə var bu ayədə. Nə qədər ləzzəti var bu halın ki, bəyan eləmək mümkün deyil. Biz bir qorxulu aləmdə yaşayırıq da, bura vəhşət evidir, bilirsiniz? Vəhşət evidir, qorxulu bir yerdir. Qorxulu olmağın da səbəbi çox şeydir ki, insanın hər şeyini əlindən ala biləcək yerdir. Nə qədər buradasan, əmin-amanlıqda deyilsən ki, imanda qalacaqsan. Dünyanın bir qorxusu budur, bax. Buradan köçəndən sonra artıq bəllidir də, axirətdə, cənnətdə iman itirmək qorxusu yoxdur. Amma buradasan, elə həmişə yoxluqla varlığın arasındasan sən. Bura bir təhlükəli bir yerdir. Belə bir qorxulu yerdə mələk gələ sənə, qulağıva deyək ki, qorxma. Qorxma və kədərlənmə, şad ol, sevin. Dünyanın hamısını versələr bu ilə müqayisədə azdır. Allah müjdə verir. Dedilər Allah, biraz da möhkəm sözlərin üstündə dayandılar. Hər küləklə əyilmədilər ora-bura, dayanıb sabit getdilər, nəticəsi var. Bu çoxları deyir ki, dünyaya aiddir. Yəni, mələklər nazil olur, ilham olunur onlara ki, qorxmayın və kədərlənməyin, yəni şad olun, öz keyfinizdə olun. Və gələcəklə də müjdə verir. İndi də şad ol. Gələcəkdə də cənnət müjdəsi verir onlara. Gələcəyimiz də xoşbəxtdir. İndi də şad olun. Sevinç içində olun. Bu ayədən çıxış eləyib mövzumuz istəyirəm bugün şadlıq olsun, sevinç. Sevinç haqqında danışaq. Sevinç ən çox məzlum mövzulardan biridir. Biz elə bilirik ki, dünyada ki, o konsertlər verirlər səhərdən axşamazdan. Cəmaatı sevincə dəvət edirlər. Cəmaatın da çoxu elə bilir şaddır. Bu belə. Qəm içindədir, qəlbində matəmdir. Elə bilir şaddır. Dünyanı belə cəhənnəmə çeviriblər. Elə bilirlər şaddır, səthi, hissiyatı, ehtirası, adi hissləri, üzdə olan hissləri təhrik edir, oyna, ayağı vur yerə filan, şadıq, biz pozitivik, bu şadlıq deyil, bu qəmdir, şadlıq kimi görünür. İçində bunun matəmdir bu insanların. Dinimizin əsas məqsədi nədir? Din nə qədər məzlumdur ki, qəm dini kimi tanınıb, amma dinin əsas məqsədi insanları şadlığa çatdırmaqdır. Qəm haqqında hədislər, ayələrdə elə şadlıq qarışıq qəmlə danışır. Acı qəmlə danışmır, bunu keçmişdə demişik. Bu dinin əsas məqsədi sevincə çatdırmaqdır insanları. Çünki Allah bəndələrini, varlığı nə üçün yaradıb? Sevinc bəxş eləmək üçün. Bu qədər sadədir. Allahın başqa bir qərəzi yoxdur. Allah feyz verir, şadlıq verir, sevindirmək üçün xəlq eləyib, dərdə salmaq üçün yox. Heç bir əziyyət, heç bir qəm, qüssə yaxşı şey deyil. Bunu yadda saxlayın, qaydadır. Bir istisna ilə. Şadlığa çatmağın müqəddiməsi olsa, onda qəm qəbul ediləndir. Bir qəm ki, səni şadlığa çatdırır. Bir əziyyət ki, səni şadlığa çatdırır. Hər bir fəaliyyət şadlıqla nəticələnməlidir. Meyar verirəm sizə. Necə ki, fabrikdə konveyerlər olur. Görürsən, konveyer, xam mal qoyulur, axırda məhsul çıxır da, elə deyil. Müxtəlif mərhələlər keçir, hazır məhsul olur. Bizim fəaliyyətimizin də məhsulu nədir? Bizim fəaliyyətimizin məhsulu sevincdir. Sevincdirsə biz düzük. Sevinmir isə deməli nəsə düz deyil. Peyğəmbər gəlib insanlar şad olsun. İnsanları şad eləmək üçün gəlib. Möminlər haqqında baxırsan, onlar şaddılar. Əleyhissalam buyurub, daimən nişatu, sevinci daimidir, şadlığı daimidir. Kafirlər barədə deyir ki, onlar qəm içindədir, matəm içindədir.
Quranda Quranda buyurur ki, Peyğəmbər narahat olur. Nə zaman? Azizun aleyhi ma anittum. Siz qəmlənəndə, sizə ağır olanda vəziyyətiniz, onun üçün çox çətin olur. Peyğəmbər dərdə düşür. Sizə görə, sizin şad olmamağınıza görə. Peyğəmbər o kəsdir ki, insanların eşqi var, məhəbbəti var ürəyində. Peyğəmbər elə bu xüsusiyyətinə görə Peyğəmbərdir. Bu da balaca şey deyil, ha. Səni söyələr, döyələr, qışqırarlar, böhtan atarlar, sən yenə xidmət eləyəsən, sevəsən. Bunu hər adam bacarmır. Peyğəmbərlər və onlara yaxın adamlar bunu bacarır. Bu halda olurlar. Kim cəmaatı ən çox sevirsə, Peyğəmbərə ən yaxın adamdır. Cəmaatı sevməyin nəticəsi nə olur? Cəmaata xidmət eləməyə başlayırsan. Xidmət nə üçün? Nə üçün xidmət? Xidmət yəni neynəmək istəyir? Yəni qəmləri aradan geçsin, şad olsunlar. Xidmət budur. Xidmət elə bilirik ki, xidmət yəni cəmaat qəmlərini aradan apar, dağıt qəmlərini, sevindir onları. Peyğəmbər dözə bilmir adamlar narahat və qəmli olanda. Dostoyevskinin bir sözü var, deyir ki, ziyalı adamdır ki, dünyanın şərqində insanlar əziyyət çəkirsə, o qərbində narahat olur. Peyğəmbərlər ən böyük ziyalılardır. Peyğəmbərlər ən böyük ziyalıdır. Nizami nə deyir? Nizaminin 2 misrasını deyim sizə. Bir amuzəm tora gər kar bəndi, ki bi geriyə zamani xoş bixəndi. Deyir ki, gəl sənə mən elə bir iş öyrədim ki, sən elə bir şadlığa çatasan ki, yanında ağlamaq olmasın. Qəmsiz sevincə çatdırım gəl səni. Bu Nizaminin sözüdür. Qəmsiz sevincə. Nə deməkdir qəmsiz sevinç? Çünki dünyadakı gülüşlər var, ha? Biz burada gülürük, sevinirik. O gülüşlərin hamısı birazdan sonra, biraz otursan elə gülməyə, nəsə xəbər eşitdim və səlam. Bu belə bir yerdir bura. Nəsə bir hadisə baş verdi, burnundan gəldi. Elə deyil. Biraz gülürsən, danışırsan, hə, bir dənə qəmli bir dənə bir şey baş verdi, hə, getdi, burnundan töküldü, 5 dəqiqə indi oturmuşdun, xat eləmədin deyib güləsən, burnundan gəldi hamısı. Elə ki, ləzzət almaq istəyirsən biraz, dərhal bu dünya sənə qəm verir. Qərarsız dünyadır çünki, qərarsız yerdir. Bu dünyanın xüsusiyyətidir ki, güldürsə mütləq ağladacaq. Bu dünya güldürürsə, mütləq yanında ağlatmağı da var. Sevindirirsə qəmləndirməyi də var.